60'dan 70'den sonra bizimkiler pilot rejimə keçmək məcburiyyətində Yazıq qaldı. Elvin Bədəlov mapı görür. Stadiona baxırsan ki, bir tərəfində iynə yoxdur, burada uşaqlar oyun oynayır. Azərbaycan tarixində, Azərbaycan futbol tarixində ən güclü məşqçi Berti Foxdur. Ay bilə, müxabarasını kəsmə. Berti Foxu soxub getmişdi. Bütün Ukrayna zaşidnikləri soxub müdafiəyə. Qarşında da Galaktika var da, Mbappelər, Oliselər, Ekitikelər. Nə oldu bizi indi əzillər? Samir üçün Neftçidə oynayıbsa yaxşıdır. O vaxtın Neftçisi yaxşı idi də. İndi alnınız uşaqlar ucuma çıxa bilərsiniz. Yəni icazə verirəm, İndi olar. çıxarsınız. Mən bunu izah elə bilmirəm. Ona görə də ağzına gələni danışsan. Bu gün Samirə şeydir, pazlamaq yeri deyəsən. Müxəbəti niyə ələn bizdə? Şimdi muxu bisinci yazır. Pik. Sən də könlən gəlib itiləmirsən. Yox, mən acam biraz. Dongfeng bizə sponsor olandan sonra sən deyəsən iştirak etməmisən, hə müəllim Mən podkastda? 2 həftədir yoxam. Mən xaricdə səfərdə idim, yeni gəlmişəm. Nə edirdin səfərdə? Bizim bir Tarla. Nə? Yox, qida sərgisi vardı, ora getmişdim. Hə. Bəlkə bunu çıxardın da Nədir sən? Sən təqə nədir? Sən dedin bizim bu tarla. Ay bilə, müxabarasını kəsmə. Qoy biabır olsun. Azərbaycanda marketinqin İlk dəfə deyirəm ki, kəsmə bax burasını. Sən deyirəm kəsin deyirəm. Yaxşı, sənin sualım nədən ibarət? Buyur. Bir marketoloq, marketinq direktoru işləyirsən də sən, yoxsa marketinq? Paşti, Hə. Nə məsləhət görə bilərsən Dongfengə yerli bazarda, nə trüklər eləsinlər ki, marketinq səviyyələri qalxsın? Ümumiyyətlə hamı yoxsa səncə ehtiyac varmı bu Çin Çin maşınları? Əlbəttə maşınlarına? ki, ehtiyac var. Çin maşınları ümumiyyətlə marketinq strategiyası çox xoşuma gəldi. Onlar mən elə başa düşürəm, göstərdilər bütün dünyaya ki, indiyə qədər bu Avropa markalar sizdə soxurdu. Normalda bunun qiyməti o deyil. Və biz ondan daha ucuz qiymətə, ondan daha yaxşı məhsul təklif edirik. Və görünən odur ki, hə, məsələ də odur. O ki qaldı məhsulun dözümlülük, durability məsələsinə. Onu biz vaxt keçsə görəcəyik, amma biz görürük ki, son 5 ildə, 6 ildə istehsal olunan Mercedes, Audi, BMW-lərin keyfiyyəti elə sən deyən belə 96-nın, 98-in çeşkası ya da ki 2000-lərin dörd gözü deyil. Daşlayan maşın deyil, çünki o maşınlar da deyək ki, o brendlərdə Nissan markası kimi və digər markalar kimi zapçastan pul qazanmaq istəyirlər. Belə olmağı da normaldır. Həm də ki, kostu aşağı salırlar da. Məhsulu istehsalını göndəriblər Macaristana, Slovakiya, Rumıniya, yəni Almaniyada Hans düzəldimizdə onu. Onu işte onu Vova düzəldir. onu Vova düzəldir Slovakiyada. Hamıcıkın bibisi olacaq orada işləyir 100%. Ona görə də Kim Jong-un. Və mən bunlardan gözləyirəm ki, birazdan bir dənə də disruptive innovation dediyimiz vəbşi hər şey qırağa qoyacaq ki, vəbşi başının 3-50-dir. Belə daha zordur bu sürün. Açmır maşın məsəl üçün. Bilmirik, indi baxacağıq. Gözləyirik. Uzun sözün qısası, indi 2 verilişdi biz 10 manatlıq vururduq. Bu dəfə mütəxəssis gəlib. Mütəxəssis də məsləhət görür ki, Dongfeng alın. 100%. Bir erotik sloqanımızı da deyək. Dongfeng 1969-cu ildən etibarən sizinlə. Səndəki özümün Atakan bu bizi ona sən görə bizə sponsorlar gəlmir. Nəysə keçək futbol mövzularına. Bu Orxan atan demişkən şeylə də İskişenko. süt reseliyle. Deməli, Allah üzümüzə baxdı. Bu milli fasilədə Fransa bizə 10 dən vurmadı. Necə idim zarafatı bir tərəfə qoysaq? Çünki mətbuatda həm də Bəhlul qoymadı. Hə, Bəhlul möhtəşəm oynadı. Mətbuatda sadəcə mənim xoşuma gəlməyən bir nüans oldu ki, bizim yerli mətbuat hamısını demirəm, böyük əksəriyyəti bu 3-0-lıq məğlubiyyəti böyük bir uğur və qələbə kimi təbliğ eləməyə çalışır. Başa düşə bilmirəm niyə, amma razıyam. Ayxan Abbasovun işi ən azından işin defansiv tərəfində göz önündədir. Bəhlul möhtəşəm oynadı. Bir mübarizə var idi ən azından. Əvvəlki məşqçi olsaydı bu nəticə 8-0 olacaqdı. Bəli. 100%. Süleyman Vəliyev çox əla bir stat, yəni fikir bildirmişdi bu oyundan qabaq. Süleyman burada işləyəndə bu qədər Süleymandan stat olmur. Sən Samirdən çox tərifləyən yoxdur. Yox, zarafat indi baxın da fikrə baxın. Deyib ki, qoymadıq adam fikir. bu dəfə yəni mən inanıram ki, biz böyük hesablı məğlubiyyətə uğramayacağıq və səbəbi nədir? Misal üçün, hətta Qurban Qurbanov milli məşqçisi olsaydı biz böyük hesabı ilə udacaqdıq. Çünki Qurban Qurbanov hücumu fikirləşərdi. Amma Ayxan Abbasov əzəldən hücumu fikirləşən bir məşqçi deyil. Şamaxıda da biz bunu görürük hər dəfə. İndi siz görmürsünüz, amma görənlər görür. Yəni cinləri qatdınız o. Yes. Yəni
onun əsas məqsədi müdafiədə inamlı oyun və alınırsa kontratak etmək. Özdə kontratak hansı kontratak? Targetmanla. Bir dənə targetman qoyur, topu qabağa atırlar, o topu qəbul eləyir, ondan sonra kontrataka bizim cınaqlar çıxa biləcəksəsə alınacaq. Köhnə ingilis futbolda. Yes, köhnə ingilis futbolu. Və Ayxan Abbasovun ümumiyyətlə qalması və mən ona həmişə tərəfdarı idim ki, millidə Azərbaycanlı baş məşqçi olmalıdır. Mütləq. Zəif, güclü, fərqli yoxdur. Əsasən də belə bir oyunlarda əlbəttə ki, çoxlar deyəcək ki, Ağasəlim Mircavadov var idi və biz Fransa 10-0 uduzduq. Amma bu millinin təzə-təzə yəni özünə gəlməsi idi, 3 illik ölkə idi. Yəni bu biraz çətin məsələdir. Həmin Fransada yəni sonra dünyanı fəth etdi. 100% Avropalar da, dünya Avropa. İndi isə istər-istəməz biz artıq top millilərlə oynamışıq və bizim məşqçilər də top klublarla oynayır və istər-istəməz baxırlar da, yəni futbol indi elədir ki, yəni sən lüboy yerdə oturursan və futbola baxa bilirsən və bunu analiz də edə bilirsən. Və mən fikirləşirdim ki, yəni Ayxan Abbasov kimi məşqçilər, yəni ümumiyyətlə çıxıb orada milliyə əla motivasiya verə bilərlər. Onlar çıxacaqlar, məsəl üçün oturub Mahir Mədəd, Emrəli, oturub Dadaşov, oturub nə bilim Emin Mahmudov oturub, onlar qayıdıb deyəcək, uşaqlar, siz bilirsiniz Fransa nədir? Mən bilirəm Fransa nədir? Azərkeşlər bilir Fransa nədir? Biz bunlarla başa-baş mübarizə apara bilməyəcəyik. Bax Emrəli, sən hücumçusan. Haaland Saliba ilə bacarmırsa, sən bacarmayacaqsan. Bəli. Və bu onu yəqin ki, deyir. Başa düşür. Ona görə uşaqlar, biabır olmamaq üçün gəlin müdafiədən futbol oynayaq. Və mən sizə söz nə bilim, mən o deyirlər, and içə bilərəm, sübut edə bilmərəm. Bəlkə də Mbappe birinci taymda gol vurmasaydı, o da Mbappe yəni möcüzə yaratdı da. Yəni, sentrdən götürdü, Messi rejimi qoşdurdu, qurdu. Gördü alınmır, yaxınlığı bir də yəni iş başa düşdü. Orada da onu saxlamaq mümkün deyil. Yəni onu Van Dijk'la saxlaya bilmir də. Yəni Mbappe olsa o qollara hamıya vurur da. Yəni bizə xas bir şey deyil. Barça da vurur, PSG də vurur, Real da vurur, hamıya vurur belə qollarda burada. Bir də doğrudan Saliba ilə bacarmadı o da. Hə. Arsenal-ın Real Madrid. Ay sağ ol, bir də oyunla bacarmadı. O da nə vaxtsa bacaracaq da. Bir ay yarıma 2 ay. Söz verir. O şey var dedi ki, gözlərim açılmır ya. Bu yaxınlarda açılacaq. Söz verməyər. Bu yaxınlarda biz onu görə bilərik də. Mən demirəm ki, yəni buna sevinmək lazımdır ki, biz 3-0 uduzduq cəmi. Ya uduzmağı da var, uduzmaq var da. Bir var ki, sən Polşa kimi biz yadında da 8-0 uduzmuşduq, sonra da 5-0 uduzmuşduq, 2 oyuna 13 dənə top buraxmışdıq. Bir o uduzmaq var, bir də bu ki, meydanda sən görsən ki, uşaqlar əziyyət çəkirlər, oyun oynayırlar. 100%. Ayxan Abbasov da dayanmır. Ümumiyyətlə seçimlər də çox düzgün. 5 müdafiəçi, 5li müdafiə sistemi ilə çıxmışdılar. Əslində Toralı da biz müdafiəçisi, bir 6-7 müdafiəçi var idi. Amma o şeydə sonra müdafiənin önündə oynayan o legionerimiz Haybullayev. Yəni möhtəşəm oyun oynadı. Haybullayev yəni pitbull kimi idi. Bəhlulun oyunu 7.7 reytinq veriblər Flash Score-da. 3-0 komandanın 7.7. Bəhlulun oyunu bizə mənə xatırlatdı. 2013-cü ildə Barcelona Celtic oynayırdı. Barcelona 6-1 utdu, amma Van Dijk orada çox böyük reytinq yığdı. Eyni performans. Amma onlar bir nədir ki, qurutmuşlar da Celtic Barcelona. Amma eyni performans göstərdi və Van Dijk bundan sonra Southamptona getdi. İnşallah Bəhlul da hansısa bir Avropaya. Çünki bu showcase-də də sən Fransaya qarşı belə oynayırsansa və hamı sənə live score belə reytinq verirsə, hamı sən radardan düşmüsən. Sən radardasın. Və qarşında da Galaktika var da. Mbappelər, Oliselər, Ekitikelər ki, onun bir yarısı onsuz zədəli idi, gəlməmişdi. Və sadəcə millimiz biraz yoruldu. Çünki ikinci taymda o şey görünürdü ki, Ayxan Abbasov o targetman söhbətini biraz qoşdu və yəqin Razdivalka da dedi ki, uşaqlara ki, yəni alınırsınız, uşaqlar ucuma çıxa bilərsiniz. Yəni icazə verirəm, çıxarsınız. İndi olar. Bəzi momentlərdə bir dənə ucum var idi ki, orada çıxa bilərdi. Nəriman Axundzadə topu qəbul elədi. Düzgün dönmədi, səhv yerə döndü. Olaraq Pavarotniki səhv yerə vurursan, istərsən sonra getməlisən də, amma sənin yolun başqa yerdə. Pirşağa getməsən Novxanaya gedirsən də. Və bu da elə oldu. Bu sola dönməli idi, sağa döndü və orada Cəfər Quliyev keçəndən sonra momenti itirdi ki. Çünki dönənə kimi sonra təzədən sentr top pas verdi. Çünki özü başa düşürdü ki, Upamecano qaçırır. Upamecano da bu boyda da indi. O prosta biraz yekədir. Mən ondan çox da gözüm yeyir ona. O Haalanda qarşı qamış yeyəndir. Amma Embeleyə qarşı yox. Yəni səviyyə fərqi var da. Yox, aydın məsələdə adam neçə ildir Bavariyada oynayır. Yes. Plus da məncə də Mbappe olmasaydı biz indi seçirlər ki, basma mən şəxsən
Mənə dedi ki, orada- Mbappe olmayacaq, çünki Mbappe olmamalı idi bu oyunda. Hə. 10 zədəsi var idi və Mbappe ikinci təmdə elə çıxdı, meydandan çıxdı. Mən bet eləmişdim və 5 manatı millinin heç hissəsinə qoymuşdum. Qəşəng söz. 5 manata Amma görə orada məsələn indi Florent Tove neçə ildən sonra milliyə dəvət almışdı. O qol vurdu. gözəl də qol vurdu o da. Ondan İkincisini də sonra vura bilərdi. hələ ki Milanda cəmi 35 dəqiqə oynayan Cristiano Nkunku girib oynayırdı. Yəni ola hələ belə, yəni çox da ciddi heyətlə gəlməmişlər. Bu Bəlkə də Mateta. əlində olan oyundu. Yox, Mateta indi qol vuran oyunçudur. Amma Nkunkunu çağırmağı belə mən dedim ki, o bu 3 Milanda hələ oynayır. Duye yoxdur, Barcola yoxdur, Dembele Hələ yoxdur, indi kim məcbur. yox idi bəlkə də ona görə bunları çağırmışdılar. Və yenə də düzdür, Fransa 1-0-dan sonra Fransa tam gücünü oynamadı. Çünki Fransa başa düşürdü ki, yəni onsuz da biz qalib gələcəyik. Yəni söhbət o söhbətdir. Müxaçə etsən Muxa. Amma bu deyirəm də bu 1-0 olmasaydı, yəni Başqa əla müdafiə olunurdu. Həqiqətən. Yox. Və müdafiə tərəfində sən dedin, targetmen məsələsini qoşdu, nə nədir? Bir faktor da var ki, bizim o arxa beşliyini götürəndə orada Elvin Cəfərquliyev və Bəhlul ki, Avropa səviyyəsində 90 dəqiqə mübarizə aparmağı təcrübələri var. Digərlərinin yoxdur. Azərbaycan liqasının fizikası ilə də Avropa səviyyəsi bir deyil. İstər-istəməz artıq 60-dan 70-dən sonra bizimkilər pilot rejimə keçmək məcburiyyətində qaldı. Yazıq Elvin Bədəlov Mbappe görür. Hədə. Yəni zirə futbol, maksimum ən güclü gördüyün komanda Qarabağdır. Bəli. Yəni Androqonla oynayıb. O da Qarabağ Qarabağ elində də liqada yaxşı oynadı. Orada moment var idi, dayanırlar bura. İsmail Elvin Bədəlov ki, qardaşım, bəs də qaçdın da. Ölürəm uje. özü dedi onu. Nədir? O intervyu götürürlər. Baxmamışdım Nə mən. dedin sən ona? Deyir ki, gördüm zədəldi. Dedim qurban olum. Yəni çıx sən də oyna. Qurban olum. Dedi ki, görürəm zədəysən çıx, sən rahatlaş biz də Biz rahat. də rahatlaşaq da. Sağ ol. Qəşəng. Sama Açıq da. ironiyadır, brat. Görsən Yox, sama açıq. Açıq deyil. sama ironiya, qardaşım. Yordun. Sama ironiya. Əla. Ezdirdin də sən nə qədər adam qaçar. Hədə Gəl конечно. belə bomba oğlansan, Və keçib paqasına. Ayxan Abbasov qalsın. Ayxan Abbasov davam elətdirsin öz işini. Ayxan Abbasov imkan yaratsınlar ki, Ayxan Abbasov öz işini davam elətdirsin. Yəni U17-lərə, U18-lərə, nə bilim, getsin, baxış keçirsin orada, görsün kimləri dəvət eləmək olar. Yəni plus Ayxan Abbasov, yəni xarici, mən Berti Foxdan sonra ümumiyyətlə heç bir xarici məşqçini, yəni okey, Presinechki ilə biznes eləmişdi, amma Berti Foxdan sonra heç kəsi priznavat eləmirəm. Belə lor dildə desək, qəbul etmirəm. Çünki okey, gəlirlər, böyük pullar alırlar. Əgər bir orta statistik Azərbaycanlı Azərbaycan çempionatına güc bala ilə baxırsa, yəni bu xarici məşqçi 100% baxmır. Sadəcə ondan bundan soruşur ki, Berti Fox bilirəm ki, baxırdı. Berti Fox hər oyuna gedirdi. Səbaylı oyuna, bilmirəm, Səbaylı var idi, yox idi. Nə bilim, Berti Foxun vaxtında milli çempionat bundan daha güclü idi. Neftçi oyuna gedirdi, yəni ora rayonlara gedirdi, oyunlara baxırdı. Hətta 17 oyunlarına baxırdı, Qəbələyə gedib baxırdı. Yəni Berti Fox marağı var idi və mənim fikrimcə Azərbaycan tarixində, Azərbaycan futbol tarixində ən güclü məşqçi Berti Foxdur. Onu düzdür istefaya göndərdilər, amma yenə də ən yaxşı nəticələri biz Berti Foxla qazanırdıq. Almaniya ilə 1-1, Rusiya ilə Almaniya ilə oynardı. Almaniya 3-1 oldu. Almaniya 3-1. Biz Almaniyaya gol vurduq. Yəni hadi. 10-0 deyildi, 3-1. Yox, həmin ili Almaniya qrupda 2 dənə qol buraxmışdı, 2-ni biz vurmuşduq. Yes. Yəni Noyerə. Noyerə. Yəni görürsən bura. Vaqif Çavoğlu. Yəni çox yaxşı və onu məncə göndərmək lazım deyildi. Orada Əgər- Rusiya üzərində qələbə var idi, Türkiyə üzərində qələbə var idi. Mənim yadımdadır o, həmin vaxtı baxıram. Rusiya nə içəcək idi? Burada Vaqif 1-1 vurmuşdu 1-1 idi. Hə, yoxsa 1-1. Sonra İqnaşeviç Türkiyəni 1-0 udmuşdu. O Sərgən sonra Dissad söhbətlər Yox, var idi. o şeydən kornerdən Rəşad Sadov. Yes, Rəşad Sadov vurmuşdu. Və Berti Foxdan sonra gələn bütün məşqçilər, o son məşqçi Santos sadəcə 10 manatlıq vurmağa gəlmişdi bura. Santos gəldi bura. Valla gəlmişdi prosta. Gördüm Afiyettin Cəllovda gəzirdi. Yəni istirahət elirdi bura. Bardem nə vaxt Bravoya girmirdim, Bardem oradan çaxır alırdı bura. Hər dəfə mən onu orada gördüm. Hər dəfə. Yəqin orada yaxınlıqda yaşayırdı. Port Baku tərəfdə. Nə vaxt girirdim, Bardem orada idi. Bizə lazımdır Ayxan Abbasov. Ayxan Abbasov gəldi milliyə. Ayxan Abbasov indi milliyə motivasiya da. Çünki Azərbaycanlıdır, Azərbaycan dilini bilir. Və 90 dəqiqə ərzində mən televiziyadan belə onun səsini eşidirdim. Qışqırırdı, oyunun içərisində idi, komanda ilə bir Valla o yerdə idi. boyda stadionda 60 min azarkeş var. Mən ancaq Ayxan Abbasov eşidirdim bura. İnsan can qoyur. Və mən inanıram ki, Ayxan Abbasov, yəni demirəm ki, biz Avropa çempionatı çıxacağıq falan, amma ən azından biz yavaş-yavaş Düzələ bilər. Bu millinin ruhuna bir ideya salacaq ki, uşaqlar bu rəqiblə belə oynamaq lazımdır. Bu rəqiblə belə oynamaq lazımdır. Yəni okey, bizim üstümüzdə nə qədər baskı var bizim millinin üstünə bilmirəm, amma ən azından Bu baskı var. Ona görə ki, mən sənə deyim niyə görə? Çünki
bütün qonşu ölkələrimizin hamısının nəticəsi var. Və dünənlərdə biz gördük ki, o Farar adaları ki, evdə çəkən kibir udub. Farar adalarının əhalisinin sayı bəlkə də quruduqdan Sumqayıtdan azdır. Yəni oradan 11 nəfər çıxır və tarix boyu həmişə öz sözündüyümüz Çexiya millisinə qarşı 2-1 oynayır. Qrupda xalını Çexiya ilə bərabərləşdirir. Bizə Çexiyaya xal çox lazımdır. 13 xal. Fararla 13 xalı var təsəvvür edin bir də qrupda. Yəni belə bir şey heç vaxt biz həmişə nəsə baxmışdıq. Kim Skandinavdılar da burada. Nə vaxtsa orada olmalıdır da. Finlandiyada var, Norveçdə var. Adam yoxdur, 30 min adam yaşayır orada. Biri Danimarkadan zaten gəliblər də orada. Yox da gəlmir. Köməyə. Stadiona baxırsan ki, bir tərəfində iynə yoxdur, burada uşaqlar oyun oynayır. Şərait də odur, sənə deyim, hava da odur. Baxırsan qaranlıq. Onların Valhallası var burada. Yox, iddia dünənə kimi yox idi. Dünən gəlir. Sən bir sual, mən baxmayın biri kimi soruşuram. Məsələn, Ayxan Abbasov məşqçi karyerası daha çox defansif oyun üzərindədir falan ki, bu defansif oyun Fransa millisinə qarşı başa düşüləndir. Amma elə millilər var ki, sən onlara qarşı ofans oynayıb xal da almalısan. Axı onu bacaracaq səncə Ayxan Abbasov? Targetmen əlbəttə var. Kontratak futbolu 100% burası. Mourinho Porto ilə bacarmışdı axı Çempionlar Liqasında. Bir tərəfdən Mourinho Porto misalını gətirsən, yəni Mourinho Portosunda Nəriman Axundzadə oynamırdı da. Amma Mourinho Portosunda orada olan Manişelar, Dekolar, Paulo Ferreira, sən Manchester United çıxanda və sənin qabağında Ryan Giggs, Van Nistelrooy, Paul Scholes, yəni eyni səviyyədir. Ondan sonra Deko oldu. Yəni Aleniçindən getdi Mourinho. Aleniçi və əla futbolçudur Rusiya futbolu üçün. Həqiqətən Aleniçi Rusiya tarixində ən yaxşı futbolçulardan biridir və Avropada öz sözünü demiş biri. 2 dənə finalda gol vuran bir insandır Aleniçi. Amma yenə də yəni orada fərq var idi. Rank fərqi var, başa düşürəm. Və indi Ayxan Abbasov bizdə qrupda indi OBS oyunlar da var da. Məsəl üçün İslandiya ilə, Ukrayna ilə. Onu qeyd edeyim. Niyə oyundan danışmırıq? Çünki biz çəkilişdən sonra oynanılacaq Ukrayna oyunu. Bugün 22:45-də oynayırlar. Yes. Bunu utsalar amma Udmaq söhbəti deyil bura. Ən azından oyun göstərir. Yo, Birinci oyunda artıq Ayxan Abbasov göstərdi. 1-1 qaldıq. Bəxtəxuda Zinchenko orada salsa oynamasaydı, Lom kimi. Axır fərqi nədir ki? Hə, amma elədi. Axırda o şotu qorudu. Ukrayna indi İslandiya ilə 5-3 qutarmışdı oyunda. 500 səhv eləmirəmsə 5 dənə qoymuşdu Ukrayna. Yəni Ukrayna çox hücum oynayan komanda və müdafiədə 1-2 zəif yerləri var. İndi düzdür. Bizim hücumçular Emreliyə nəsə olur da, Maykanı linçlədilər. Brat, mən çox dəstəkləyirəm həmişə Mahiri. Bəli. Amma Mahir elə bir milli formasını geyinən kimi Mahirə nəsə olur. Yəni baxırsan Mahirə Kaiserslauternda, baxırsan Mahirə Nürnbergdə, Zagrebdə. Mahir başqa Mahir idi. Legiyada. Amma Mahir milli formasını geyinən kimi Mahirə nəsə olur. Bəlkə düzgün mövqedə onu oynatmırlar. Eyni heyətlə çıxıb yəni. Bəlkə düzgün mövqedə oynatmırlar. Bəlkə də nəsə bilmirəm. Bəlkə istəmir. Hər şey ola bilər də burada. Bəlkə düşünür ki, mən burada bir də zədə alaram, mənim karyeram alınmayacaq. Amma mən bilən hal-hazırda komandaya düşmürəm Almaniya. İndi okeydə Kaiserslautern düşmür. Kaiserslautern düşmək biraz daha çətindir də. Eyni heyətdir, birə-bir eyni heyətdə çıxdılar ki, Fransa ilə oyunda. Və ona görə deyirəm ki, yəni Ayxan Abbasov məsəl üçün həm İslandiya, düzdür, qrupumuz da zəif deyil əslində. Yəni qrup çox çətin qrup. Qrupda elə rəqibi yoxdur ki, biz deyək ki, biz onu uda bilərik. Yəni hansı hazır ki, çıxıb deyəcək bilər ki, biz İslandiya udmalıyıq. Kimsə deyib. Heç şey. Biz ümumiyyətlə biz kimi uda bilərik. Bizim səviyyəmiz indi o səviyyədir ki, biz ancaq San Marino, Malta, indiki İrlandiya. Yox, İrlandiyada da yox. Gibraltar. Bax bu 3 komandanı biz deyə bilərik ki, Kipr yox bura. Bu 3 komanda biz deyə bilərik ki, biz onu udmalıyıq. Moldova, Estoniya. O da yox. Moldova ilə oynadıqda o da yox bura. Biz deyə bilərik ki, biz onu udu. Andorra ola bilər, hə. 4 ölkə. Latviyada qoy verdi. Latviyanı uda bilmədik də burada. Fakt budur. Belə sən Qananı uda bilməmişik. Yox, Qana hara udursan? Yox, Qananı udmaq var da. Qananın yarısı İtaliyada oynayır, yarısı Fransada oynayır burada. Elə şey var. Kvadvo Asamoah. Və mən nəyə gətirəm? Özdə hamısında 15 yaşı var. Elə milli yoxdur burada. Ki biz deyək ki, biz udaq. İslandiya və Ukraynaya qarşı biz sadəcə əla mübarizə aparmalıyıq. Məncə Ayxan Abbasov bunu göstərir. Necə ki Fransanın oyunda biz mübarizə gördük. Yəni Mbappéyə imkan vermirdilər ki, Mbappé nəsə eləsin. Bir dənə epizodda imkan verdilər, o da qol oldu. Bax belə. Proqnozum odur ki, Ayxan Abbasov qalmalıdır. Ayxan müəllim, uğurlar. Sizi dəstəkləyirik. Deməli, düz bu açıqlama bu oyundan əvvəl olmuşdu. Amma bu
bizim pokoleniya, milli pokoleniyası çox belə linçləndi. Çünki Qana məğlubiyyəti burdadır. Çünki ağır məğlubiyyətlər çox alıb. Veteranlardan Mahir Şükürov. Və Haiti zad var idi ona görə. Haiti'nin adını heç Hə. Uşaqlar coğrafiya kitabını axtarır ki, bu hardadır vəbşi. Mahir Şükürovun bir açıqlaması var idi ki, bizim dövrümüzdə indikindən daha istedadlı idi milli. Bilmirəm, bu fikirlə həmfikirsiz yoxsa yox. Məncə həmin milli indikindən daha yaxşı oynayırdı. Amma indiki belə deyək ki, oyunçular hansı ki Qarabağda oynayırlar, onlar daha güclü rəqiblər görürlər, belə deyək. İndi o vaxtı milli çempionatda oynayan hamısı bir-birinə qarşı oynayırdı. Maksimum gördüyü Gürcüstanın Zestafonisi idi. Yəni belə öz səviyyəsində olan klublar. İndi Qarabağda oynayanlar beynəlxalq arenada Azərbaycanı təmsil edirlər və onlar böyük oyunlara gedib oynayırlar və kifayət qədərdə yaxşı oyunlar göstərirlər. Plus da indi burada yəni okey, ən istedadlı deyirəm. Mahir Şükür deyir ki, bizim pokoleniya daha istedadlı idi. Əlbəttə ki, bu fikrin yeri var. Onu deyə bilər. Onlar nəticəyə görə deyə bilirlər onu. Amma o nəticəni nə vaxtda qazandıblar? Eyni məşqçi ilə 8 il oynayıblar. Və 8-in yəni 6-cı ilində hansı nəticə göstərə bilirlər? O ola bilər, amma yəni də bu faktı dəyişmir də ki, adamlar gəl müqayisə eləyək. Tarix boyu ən yaxşı belə. Gəl müqayisə eləyək bura. Gəl Samir Onsuz verilişdən əvvəl də istəmişdi müqayisə eləyək. Bir bu Fransa oyundakı heyətlə 2014 dünya seçmələrində biz Portuqaliya ilə oynamışdıq. Hansı ki Mahir Şükürov falan onda heyətdə idi, həmin heyəti. Düzdür, oyun özü 2012-ci ilin sonlarında baş vermişdi, amma 14 seçmələr. Niyə görə bunu seçdik? Çünki həmin il ən yaxşı bizim nəticəmizdir. Çoxları da belə hesab edir. Çünki biz evdə ancaq Portuqaliya uduzmuşduq. Bir qələbə alt etsəydi. Qalan bütün oyunlarda biz nə Rusiya uduzduq, nə İrlandiya uduzduq. Onda rəqiblər kimləri idi? Bir də onu da baxa bilərik. Qrupun lideri Rusiya olub, ikinci yer Portuqaliya, üçüncü yer İsrail, 4 biz, 5 Şimali İrlandiya, 6 da Lüksemburq. Şimali İrlandiya ilə gəlib orada 2-1 oynamışlar məncə. Yox, orada 2-2 oynamışdılar. Bir qələbə, 6 bərabərlik, 3 məğlubiyyətlə oynamışıq. 7 vurulan gol, 11 də buraxılan gol. Heç nə buraxmayıblar da. Yəni vaxt var idi 11 dənə bir oyun çox əla idi də, yəni həqiqətən çox möhtəşəm. Yox, 7 dənə də gol vurublar. Ən əsası gol mol çıxart bunları. Biz evdə cəmi bir oyun uduzmuşuq. O da Portuqaliya. Qalan biz heç kəsə evdə uduzmamışıq. Portuqaliyada o həmin oyunda da Kamran Ağayev oynamışdı. Gol.com-da reytinqdə birinci idi. Ronaldo gol vura bilmədi də. Deyəsə hətta Chelsea-də də vurmuşdu. Elder Postiga gol vurmuşdu, Bruno Alves vurmuşdu, müdafiəçi. Bir də kimsə vurmuşdu. Mən həmin oyunun heyətini götürmüşəm FIFA-nın rəsmi saytından. Amma 11-lik də. Hə, ilk həmin oyunda çıxmış ilk 11-liyi, düzülüşlər və s. Amma özünə də heyətin özünə də saytda baxanda hiss etdim ki, FIFA da yüngül bizi yola verib Azərbaycan deyə, amma bəlkə hansısa mövqedə kimsə adını səhv deyərik falan, izləyicilər daha dəqiq bilirsə şərhdə mövqe demirlər, adlar 100% düzdür. Deməli qapıçılardan gedək. Həmin mövsümdə Azərbaycan qapısını qoruyurdu Kamran Ağayev, indi də Şahruddin Məhəmmədəliyev. Kamran Ağayev. Mənə elə gəlir ki, Kamran Ağayev azdan gəlmiş keçmiş yaxşı qapıcı. 100%. Hə, bunu keçən verilişdi bizə danışdı. Da prostet Miya Kramarenko'da. Amma yenə də Kamrandan yaxşısı idi. Sağ cinah müdafiəçiləri Vladimir Levin yoxsa Qismət Əliyev? Levin mən heç onu tanımıram. Levin deyəsən Neftçidə oynayırdı. Adını eşitmişəm amma heç deyəsən Neftçidə oynayırdı. Ya, onda Qismət Əliyev. Amma Levin yaxşı müdafiəçi idi. I don't know him. Samir üçün Neftçidə oynayıbsa yaxşıdır. Meyar o vaxtın Neftçisi yaxşı idi də. Meyar ondan. Nə oldu indi bizi indi əzirlər? Hə. Zor olur. Xəzər Lənkəran da bomba idi. Oynayan. Davam elə. İndi burada bir məsələ var. 2012-də biz oynamışıq 4-4-3 sxeması ilə. İndi oynamışıq 5-3lü müdafiə, 3lü mərkəz müdafiə. Gəlin indi sağ müqayisə elədik, sol cinahı müqayisə eləyək. Sonra qərarlaşdıraq ki, mərkəzləri necə eləyirik. Deməli 2012-də bizim sol cinah müdafiəçimiz olub Elnur Allahverdiyev həmin oyunda. Bu oyunda da Elvin Cəfərquliyev idi. Elnur Allahverdiyev çox güclü müdafiəçi idi. Mənim yadıma gəlir, amma məncə Elvin ən güclüsü. Daha yaxşıdır. Və daha da yaxşı olacaq. Levin dedim Neftçidə bəlkə heç oynamayıb. Mənim postuma yaxızıva gələn danışdı. Əgər Samir səhv informasiya veribsə mütləq surətdə mırtlaşmaq qeydi ilə oyun şərhlərində bildirin. Yox, Elvin Allahverdiyev mən də bəyəndim, amma Elnur Allahverdiyev yəni müdafiəçi kimi tam olaraq yəni kray müdafiəçi kimi də, cinah müdafiəçi tam olaraq böyüməmişdi də. Yəni o elə bir öz potensialını, ya da potensialı bu qədər imiş. Amma Elvin Cəfərquliyev ildən ilə artır. Yenə də deyirəm də, artırırdı bu insan. Elvin Cəfərquliyev beynəlxalq arenada daha çox oynayır deyə.
Yəni Çempionlar yaxşı Liqasında man of olmasaydı- the match deyir adam. Plus Qarabağın bu uğurları biz nəzərə alsaq, Evin Cəfər Quliyev Qurbanı, yəni Qurban desəydik ki, bu oyunçu mənə lazımdır. Həmin vaxtda Inter Bakıdan ödü Vladimir Levin. Onun əvəzinə kimi salardılar. Okay. Inter Bakıda oynayıb, oynamayıb. Yox deyirəm. Çernomorets, Odessa, Da oradan gəldi. Hə. O Okay. Inter Bakının şeyi var idi. Inter Bakı, sonra Qəbələ. Məşqçisi var. Hə, Qəbələ düzdür. Hə. Mərkəz müdafiəçi üçün belə bir təklif var. 2 burdakı mərkəz müdafiəçi, 3 də hazırki mərkəz Biz müdafiəçi. Elvini seçdik də. Elvin Cəfər Quliyev. Bəli, bəli. Elvin Cəfər Quliyev. 5-ini də oxuyacağam, oradan seçərsiniz. Okay. Dəvə. Deməli, Maksim Medvedev, Mahir Şükürov 2012-dəki mərkəz müdafiəmizdir. Bu ildə hazırki oyunda da mərkəz müdafiəmiz belədir. Elvin Bədalov, Bəhlul Mustafazadə, Anton soyadını denən. Krivatçuk. Elə ondan. Mən oynayardım 5-li müdafiədə Mahir, Maksim, Bəhlul. Rəşad Sadıqov yox. Yox, Rəşad demə daxı adı. Rəşad Sadıq yarım müdafiədə, onun yarım müdafiədə Rəşad oxuyacağam. yarım müdafiədə oynayırdı. Bəhlul 100%-dir. Maksim Medvedev də 100%-dir. O Berts Fox'u soxub getmişdi. Bütün Ağzına Kraylaşnikləri soxub müdafiəyə. Sürətli olsunlar da ona görə. Biz sürətli olsa çatsınlar da o. Cristiano Ronaldo da. Hə, olsun belə. Bəhlul, Maksim Medvedev, Mahir Şükürov. Okey, keçək onda yarım müdafiəyə. Biz bu Həyatımda 3 Levini dəfə səninlə razılaşıram. zarafatsız. Levini biz şey yola verdik də. Bəli. Yo Levin qalıb gedib. Yox, getdi. Getdi. Hara getdi? Kim qaldı? Tahirə yanında? Qismət Əliyev. Qismət Əliyev. 100% gələn nə gələn? Özümüzki olsun. Patriotizm bura. İndi yarım müdafiəçiləri oxuyacağam. İkisini də qarışdırıb özünüz seçərsiniz Let's go. orada. 2012-dəki yarım müdafiə xəttimiz belədir. Rəşad Sadıqov, Ruslan Abuşov, burada da Ruslan Abuşovun soyadını Abbasov yazıblar mı? Ruslan Abuşov. Ha, Rəşad Sadıqov, Ruslan Abuşov, Ali Gökdemir. Bir də bu ilki yarım müdafiə xəttini oxuyuram. Abdullah Xaybullayevlə Emin Mahmudov. İndi biz neçədən çıxartmalıyıq oradan? 5-dən 3, 5-dən 2. 5-li müdafiəçi oynayırsa öz sxem mavzu O 5-4-1 oynayır da. Mən də elə fikirləşim biz də 5-4-1 düzəldək. Orada 2 nəfəri götürməliyik biz. mərkəzi Ruslan Abuşovla. Rəşad Sadıqov. Rəşad Sadıqov 100%. Çünki Ruslan Abuşov deyəsən həmin seçmədə ən çox qol vuran oyunçumuz idi. Okay. Ya 2 ya 3 dənə qol vurmuşdu. Okay. Yəni bizdə ümumiyyətlə ildə 5 dənə napadaviş problem var axı. Hücumçu qol vurmur. Yarım indi görsəm Emin Mahmudov da İndi bombardirdir. okay, bəs indi məsələ gəlir ona. 3 yarım müdafiəçi oynayır da bura. 3 yarım müdafiəçi Emin Mahmudov olsun. Üçüncü Okey. Emin Mahmudov. Rəşad Sadıqov, Ruslan Abuşov, Emin Mahmudov. Hə. Okey. Xaybullayev okey, əla oyun keçirdi, amma Cinah yarım müdafiəçilərini oxuyacağam indi. 2012-də belə idi bizdə cinah yarım müdafiəçiləri. Rahid Əmirquliyevlə Cihan Özkaraydı. Okay. İndi də Rüstəm Əhmədzadə ilə Toral Bayramov. Toralla Rahid Əmirquliyev. 5-5-1 taktikasını oynayacaqsın. 5-5-0. Yo, siz Hücum Lazımdır. sizdə 5-5 də olmalı. Sizdə 5-5-0 olub. Yox. Çünki 11 Biz- nəfər tamamlayır. 5-3-5 bir yarım müdafiəçi seçməliyik. Qəbələyə Turalla Rahid Əmirquliyev arasındasınız. Rahid Əmirquliyev. Rahid Əmirquliyev. Çox bəyənirdim uşaqlıqda bu Bəli. futbolçunu. Uşaqlıqda yenə də gənc yaşlarında. Xəzərlənkəranda vəhşi kimi oynayırdı. Okey. Mən çox baxmışam Xəzərlənkəranda. Ümumiyyətlə Azərbaycan çempionatında səhv edirəmsə ən çox oyun keçirənlərdən biridir. Bəli, ola bilər. Və indi də bu son 2-3 il əvvələ qədər Şimal region çempionatında oynayırdı. Qusarın hansısa kəndin Bildiyimdə komandasında. niyə görə bəyənirəm onu da? Uşaqlar hamısı mənim bir sinif yoldaşım var, orada o da komanda oynayır. Deyir ki, Rahid Əmirquliyevə qarşı oynayır, amma amatör oynayırlar da adamlar. Mümkün deyil deyir. Heç bir adamın 40-dan yuxarı yaşı yoxdur. Rahid Əmirquliyev çox güclü yarım müdafiəçi idi Azərbaycan reallığı üçün. Həqiqətən Bəli. çox güclü yarım müdafiə. Fiziki cəhətdən də. Qaldı onda bir dənə hücum xəttimiz, hücumçumuz. Cavid Hüseynov yoxsa Mahir Emreli? Mahir Əmrəli. Cavidə də göndərirsə o adam onda. Mahir Əmirli. Mahir Əmrəli, yox, Mahir Əmrəli çox. Cahid Hüseynov. Ola bilərdi. O içəri zədə düşdü də sonra. O Mən qədər. bilən həsso çıxır. Həmin oyunda Vaqi Cavada yox idi. Yox. Bəlkə də Zamendən sonradan Zamenlər də kimdir? Deyəm mən baxım. Zamenlər Nə qəşəng. Zamenləri oxuyaq Fırat. Asla o matlıq vuruq da. O Zamenə bax, bildiyin Bertie Fox bu oyuna bir şey çıxıb Fırat. Mən hücum eləməyəcəm. Çıxın oynayın Çünki taktikası. Cavid Hüseynov da hücumçu deyil. O Meydanda 10 nömrə idi. meydanda bir dənə hücuma meyli oyunçu yoxdur Fırat. Cavid Hüseynovdan başqa.
Çünki Branimir Subaşı Zamendən çıxdı, Əfran İsmailov Zamendən çıxdı, Aleksandr Çertaqanov Zamendən çıxdı. Vaqif Cavadov oyuna çıxmadı, Rauf Əliyev çıxmadı, Vüqar Nadirov çıxmadı. Hücumda heç oynamayıb da. Nazarov, Anar başqadır. Nazarovdur bu. Yox. Nəzərov. Dmitri Nazarov. Çox belə səhv oyunları seçdik biz. Ya həmin vaxtı şey. Neyini hücum oynamırıq da qardaş. Biz nətər eləyək? Yo biz Fransa ilə Əlbəttə ki burada ad baxımından 2012 daha zəhmət olmasa göndərirsiniz Mahir Şükürova qoya da bir şey desin. Rəy bildirsin bizim seçimlərimiz haqqında. Baxacaq dostlar, yüzsüz baxır. Bu Vaqif Cavadov misal üçün olsaydı məsələn də biz burada əlbəttə ki Vaqif Cavadovu seçəcəkdik. Rauf Əliyev olsaydı, burada düşünmək olardı. Burada Əfran İsmailov olsaydı, yəni 100% Əfran İsmailov seçilməli idi. Əfran dəhşət oynayır deyə belə. Həqiqətən çox yaxşı. Çox dəhşət oynayır. Makasin zət temalar gedir. O vaxtı Makasin söhbəti moda düşmüşdü. Tema var idi, bəli. Əfran bilirəm, Əfran çox ayılıb. Çoxları unudur Əfranın Qarabağındakı olan Avroliqada performanslarını. Əfran nələr eləyirdi burada. Əfran Slavia ilə, Sparta idi, kimi idi, nələr eləyirdi orada. Əfran çox istedadlı futbolçu idi. Çox istedadlı futbolçu. Amma biraz yəqin bəzi intervyularda biraz qaqa kimi danışır deyə o vaxtı ona görə biraz mem olmuşdu. Hər bir insan özünün şeyi var da, danışıq tərzi. Hər də danışıq tərzi var. Prosta həm də Üzən futbol oynamağına görə baxırdıq. Yenə də Əfran öz potensialını. Sadaldığınız oyunların hamısına baxmısınız da, hə? Hansı oyunlar? Bu Slav. Yox, mən rəqibdə istiyadlıdır, amma şeylərə baxmışam ya da. Bütün oyunlara baxmışam mən. 20-dən tutulmuş. Mənim prinsipim olmasaydı, məsəl üçün mən dəfələrlə bu verilişdə demişəm də, mənim bu Azərbaycan çempionatına qarşı prinsipim olmasaydı bu maaş məsələsində, mən Azərbaycan çempionatı baxardım. Azərbaycan çempionatında Azərbaycan çempionatının düzəlməyinin bir dənə yol var ki, bütün bölgə komandaları təzədən çempionata qayıtmalıdırlar ki, o vaxtı sən deyirsən bir çox gedib oyunlara baxırdı. Çünki həmin vaxtı ABM Bərdə var idi. Həmin vaxt Xəzər Lənkəran vardı. Şahdağ indi dağılmışdı, amma bəlkə də onun vaxtında vardı. Şahdağ Samur var idi. Bütün Simuk Zaqtala yaranmışdı, təzə komanda var. Turantovuz belə var idi. Turantovuz gedib gəlmişdi. Xəzər Lənkəran var idi. Demək, Xəzər Lənkəran var idi həmin vaxt. Yəni o çempionatın marağı elə ordadır. Məsəl üçün mən yadımdadır ki, o vaxtı Xəzər Lənkəran oyunlarında stadion full dolu olurdu və Astarada, Masaldan, Lerikdən Lənkəran aydın məsələdir. Avtobuslar təşkil olmuşdu. Oraya oyuna adam apardılar pulsuz. Çünki regionun bir komandası. Bəli, regionun bir dənə komandası vardı. Hamını təmsil edir. Mənsubiyyət də budur. Onlar da dağılırdı. Bax, o stadion həmin vaxtı, yəni biabırçı versə dağılırdı. İndi onların məsəl üçün Xəzər Lənkəran alt yapı komandası son vaxtlara kimi fəaliyyət göstərdi. İndi bilmirəm fəaliyyət göstərir yoxsa yox. Və oradan çıxan mən bir-iki uşaqla tanıyıram, dostlarımızla futbol oynayırdıq bir yerdə. Onlar çox istedadlı oyunçular idi. Yəni hiss olunur ki, o komanda qalsaydı, bunlar daha yuxarı pilləyə atlayıb belə də ki, daha yaxşı oyun göstərə bilərdilər. Keçən verilişlərdə Ələkbərlə bunu müzakirə edirdik. Yəni region komandalı olmalıdır ki, Azərkeş özünü hansı kluba mənsub hiss eləsin. İnsanlar özlərini həmişə mənsub hiss edir. Bu klub mənə görə oynayır. Bu klub mənim regionumu təmsil edir. Bəli. O olmayanda əlbəttə ki, Bakıda 18 dənə komanda olanda adam bilmir hansı kluba balet eləsin. Hamısı da yəni sonradan yaranan klublar. Hətta Bakıda bir dənə, okey, 2 dənə komanda. Hələ də cəmaət deyir də ona 4 dənə vurduq Neftçiyə, kubok gəldi Lənkərana. Sorry me. Quizin mövzusu nədir? Keçən dəfə Qarabağla bağlı idi. Bu dəfə Azərbaycan millisi ilə bağlı edirəm. Ən çox bombardiri. Amma yenə transfer marketdən götürmüşəm. Yəni %100 də əminlik belə bilmirəm ki. Azərbaycan millisinin forması ilə ən çox qol vurmuş 10 futbolçu. İkisini bilirik də. Birini deyirəm, birini mən deyim. Qurban Qurbanov. Qurban Qurbanov ikinci yerdədir. Deməli, neçə qol var? 12 qolu var. 14 qolu var. 12 qolu. Aha. Nədir? Emin Mahmudov. Emin Mahmudov da birinci yerdədir 15 qolla. İndi mən sənə deyim ki 14 idi. Qurban Qurbanovda 14 qol var. 14-dür. Wikipedia'da 14 yazılır. Transfer market 12 yazılır. Nəysə. Siz 14 qəbul edin. Qurban Qurbanova Qurban. Çünki Emin Mahmudov son oyunda qol vurub. Bəli, bərabər idilər. Bərabər 14. Emin Mahmudov vurduğu qolunda Qatarazda vurduğu qollar var. Qatara, metroya hamısı. Katar. Kotor. Nəysə, dalşı.
Cəmaət görsün bu yumor səviyyəsini. Sən də könlündən gəlib ikiləmirsən. Yaxın mən acam biraz. Saplamağa adam axtarıram. Yaxşı, dальше gedək. Rəqəmləri deməsəz də olar. Mən çünki belə gördük ki, Yaxşı, rəqəmlər Vüqar əsaslı deyil. Nadirov. Buradakı onluqda Vüqar Nadirov yoxdur. Əfran İsmailov. Əfran İsmailov da yoxdur. Ya, Rauf Əliyev. 7-ci yerdədir Rauf Əliyev. Amma bu 7-8 Vaqif Cavadov. 7 qol. Vaqif Cavadov 4-cü yerdədir. 9 qolla. Qəşəng Vaqif. Nə idi? Nizami Süleymanov, nə idi? Nazim Süleymanov. Nazim Süleymanov. Yoxdur ya. Nazim Nazim Süleymanov 11-ci yerdədir. 11-dədir. Spet eləməyib də. Sovet vaxtından futbolçu. Sadəcə 8-ci yerdə qərarlaşmış futbolçu. Hələ də Rəşad Yox, Sadıqovdur. milliləşdirilmiş futbolçu. Rəşad Sadıqov var. Rəşad Sadıqov siyahıda yoxdur. milliləşdirilmiş. Vadim Vasilyev var vəbşi. Yoxdur. Zaur Tağzadə. Zaur Tağzadə də siyahıda yoxdur. Elə bir millimiz var ki, burada 3-4 dəqiqə Fabio- onlar top olduğunu düşürsən də. Fabio Luis Ramim. O da yoxdur. Ya, Çox ya. uzaqlara getməyin. Ha, yox. Serbiyalı kim idi bizdə oyuncu millidə? Ozobic, No, o birisi yox. Bir əvvəlkisi. Subašić. Subaş. Bəli, Subašić 8-ci yerdədir. Subašić 6 qolun müəllifidir Azərbaycan milli forması ilə. Bu quiz deyil, bu molekulyar fizika. Ha, bu yüzden biz- adı qatqa deyib. Molekulardan Hamısını en kiçik belə bir qol. Səncə də 10-cu yerdə olan neçə qol var? 2 dənə qol. 10-cu yerdə olan 5 qol var. Alisson qol daha çox. Ata. Ha, bu milli ilə murtdaşmağa çıxır. Quiz də şey. Sən başqa Depan qollan denən sayaq. Misal üçün 3-cü yerdə qərarlaşmış futbolçu hal-hazırda Qarabağ klubunun formasını geyinir. Hal-hazırda Qarabağ Bəli. formasını geyir, 3-cü yerdədir. Və 96 təvəllüddür. Məndən 2 yaş böyükdür bu futbolçu. Toral Bayramov. Siyahıda yox. Ha, yox, Hara Toral Bayramov. Neçənci yerdə qərarlaşıb deyirsən? 3-cü yerdə. 3-də deyə Qarabağda 3-cü yerdə hansı Azərbaycanlı ola bilər? Qulaq as, Takov fikir. 10 qolu var. 10 dənə qol vurub millidə. Qarabağdan kim oynayır? Və bu Reynaldo. yox, siyahıda Fransa oyununa Emreli yoxdur, o oynamalı idi deyə tənqidlər var idi Ayxan Abbasova. Şeydəyev. Bəli, Şeydayev 3-cü yerdə qərarlaşıb. San Marino 2-dən 3-dən vurmuşdu da. Bəli, 69 oyuna 10 dənə qol vurdu. Pastiyan içəridə. Qəşəng. Pastan içəridə. Sonra Elvin Məmmədov. Elvin Məmmədov 5-ci yerdə qərarlaşıb. qəşəng, xoşuma. 7 qol var, Sevgili 39 futbolçu. oyuna. Xoşuma. Elvin Məmmədov. Elvin bomba futbolçu. Əjdaha. Bəli. Cavid Hüseynov. Cavid Hüseynov siyahıda yoxdur. Zaten 9-cu yerdə Saminin çox sevdiyi bir futbolçu qərarlaşıb. Zaur Ramazanov. Yox, siyahıda yoxdur. Oy bunu. Samir Əliyev. Samir Əliyev. Yoxdur siyahıda. O çox köhnə. Onun Samir Əliyev də qol vurmuyor millidə. O Samir Əliyev şeydə Ukrayna çempionatında bombarder olub. 9-cu yerdə Fərux qərarlaşıb. İsmailov. Fərrux İsmailov 12-ci yerdə qərarlaşıb. 2 dənə qol vurub. 5 qolla. 5 dənə. İkisini Biri Serbiyaya Biri vurub. Serbiyadan. Deyən görüm. Mən ən sevdiyim futbolçulardandır. Bəli, bu hər Azərbaycan söhbət bayaq da tərifləyirdin onu. Elvin Cəfərquliyev. Yox. Karyerasındakı həmlələrinə görə çox tüklərim ki, takdir edirsən onu. Mahir Əmrəli. Bəli, 9-cu yerdə. Demişdi bizdə Mahir. Deməmişdi. Mahir ən sevdiyim üçün adını. Mən elə bildim biz demiş onu ona görə. Mahir Əmrəli Bəli, qərarlaşıb 9-cu yerdə 54 oyuna 6 qol vurub. Çox köhnədir. 6-cı yerdə qərarlaşmış futbolçu 46 oyuna 7 qol vurub. İstəyirsinizsə 2 variantı da. Yox. Tapacağıq onu. 46 oyuna 7 qol demək az oyun keçirdi. Hamısı olsun kesin. Yox, indi baxma da Emrəli 70 oyun oynayıb da Rami Şeydayev cəmisi. Ən çox. Biraz pokoleniya yaş olaraq bayaqdan sadalığı futbolçulardan daha yaxşıdır. 10-cu yerdə qərarlaşmış futbolçu 91 təvəllüddür, 6-cı yerdə qərarlaşmış futbolçu 90 təvəllüddür. Hə, deməli 90 deməli Bizim yaşımızda. Bizim yaşımızda. 91-90. Kim ola bilər? 10-cu yerdə qərarlaşmış futbolçu 24 oyuna çıxıb milli forma ilə, 6-cı yerdə qərarlaşmış futbolçu da 46 oyuna çıxıb. Bax onu 46 oyun çıxanı tapmaq Mən lazım. deyəndə mən onu Bəli. 91-lərdən Ağabalar Ramazanov. Yoxdur siyahıda. 6-cı yerdə qərarlaşmış futbolçu Namiq Ələsgərov. yoxdur siyahıda. 6-cı yerdə qərarlaşmış futbolçu Milliləşdirilmiş oyunçudur. alt yaş qruplarında da Almaniyada oynayıb, sonra milliləşdirib. Dadaşov? Rəhat Dadaşov. Yox. Yox. Fuad Dadaşov. Dmitri Nazarov. Allah hey Dmitri Nazarov, blin, necə yadına? O bir ara dabıdal qollar vururdu. Hə, Bəli. Dmitri Nazarov. Bu çətin quizi də ərsəyə gətirdik. 10-cu yerdə qərarlaşmış futbolçunu da sizin Gedin də bu montajla gör. ixtiyarınıza buraxırıq. Bu çətin olur orada vurursun, amma işte biri 7 vurur, biri 6 vurur. Ya biri hamısını 5 bilmək vurur. olar da nə qədər adam var ki?
40 dənə futbolçu var. Ramil hamısını desin bir dəqiqə onun son sayəsində. Baxmamısan prosta. Hadi yadıma düşmür. Mahir yadımıza düşmür. Yox bura yadına düşə bilər. Bura biri var orada 30 gol, 40 gol söhbəti gedir. Burada 8 Orada daha çətin gol. Ən olar. çox gol vuran 15 golu var. Hə. Əziz izləyicilər, 10-cu yerdə qərarlaşmış futbolçunun kim olduğunu bilirsə, şərhdə bizimlə paylaşın. Və bu həftəlik də bu qədər. Çünki biz bilmirik. Çox sağ ol. Sonda bir daha Dongfengi öpürəm, bağrıma basıram. Bizə sponsor olduğu üçün. Muchos gracias. Ciao. Gələn həftə görüşənədək. Öpücüklər. Şair olup diye